Keçirik maddə kütləsinin saxlanması qanunu keçdik ki, reaksiya girən maddələrin kütlələrinin cəmi məhsulların kütlələrinin cəminə bərabərdir. Sonra deyildi ki, bəzi bərk maddələrin kimyəvi reaksiyası zamanı bərk maddənin kütləsi artır, bəzilərdə isə kütlə azalır. Məsələn, ilk nümunə biz mis görürsünüz. Misin çəkmişsiniz, tərəzidə çəkdik. Mis neçə qramdır? Tərəzidə çəkək neçə qramdır mis? Aha. Baxaq, 2 qram misdir. İndi biz, baxın, 2 qramdır. İndi biz misi yandıraq. Uşaqlar, biz misi yandırdıq və gördük ki, yandırandan sonra biz misi yenidən çəkdik. Gördük ki, misin kütləsi 3 qram oldu. Bu niyə durduğu yerdə artır? Çünki mis yanan kimi oksigenlə reaksiyaya girir və bu zaman kuprum 2 oksid əmələ gəlir. Bu zaman qrafiklər belə dəyişir. Uşaqlar, biz gördük ki, mis 2 qram idi, sonra oldu 3 qram. Və kütlə artdı. Bərk maddənin kütləsi ona görə artdı ki, burada oksigenlə reaksiyaya girdi, mis 2 oksidə çevrildi. Artan o 1 qram reaksiyaya girən oksigeni göstərir. Deməli, bizim reaksiyamıza 1 qram oksigen mislə reaksiya daxil olub.